Allahu Ekber. Bismillahirrahmanirrahim. Allahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahu Ekber. Allahu Ekber. Ha kızım. Sus, abala. Görürəm darxırsan. Getir malqaranı qat mənim naxırıma, özün çıx get. Cəmaatın malqarası fermanına qarşanda Bayandur dayının acığı tutur. Abala, Suluşey Bayandur ferma müdiridir. Daha bu çölün düzün sahibi deyil ha. O təkməyib, ot biçməyib. Allahın nemətidir. Hamınındır bu. Hayla bəri heyvanlarını. Malqaranı qat mənim naxırıma, özün örüşə çıxma, get. Xəstələnibdir. Ne olub ona? Bilmirəm. İştahdan kəsilib heç nə yemir. Çölün düzündə heç nə eləyə bilmərəm. Nə dava var, nə də dərman. Gətirərsən fermada baxaram. Dədə. Nəbi daha yaxşı adam deyil. Nakişidir. O qız burada neynir? Səndabın qızı Toğus'tu da, tanımırsan. Soruşuram ki, o burada neynir? Kəsdən axıra gedən yox. Odur ki, cəmaat özü növbə ilə mala gedir, ayda bir dəfə. Yəni, bu boyda kətdə bir baş papaqlı kişi tapılmadı ki ya, qızı göndəriblər naxıra. Havala, hərənin öz işi gücü var. Qəndab fermada, yazıq neyləsin? Əri yox, oğlu yox, əvəzinə qızını göndərir. Ruşi, heyvanın biri heyvan. Çık yoldan da. Çık deyirəm sana. Ha, gene de bu malgaranı getirmişsən bura. Çık gel buradan. Yok bak kızı. Hayır Emdar, bu cemaate üz vermeyin Emdar. Ah bu örüş fermanındır. Akşi, örüş Allah'ındır, dedemizden kalmayıp ha. Akşi, Ruşi yakın gel. Kamne. Bura bak, mən tələsirəm. Bakıdan qonaqlar gəliblər, fermada gözləyirlər. Bütün naxırı çək yapar fermaya. Poynun ötü. Bakıdan gelen konakların nakırla ne işi var ha bayan? Yine de başladın. Akşi, yoldaşlar televiziyadan gəliblər. Axı biz məşhur heyvandarıq. Özünə qabaqsız zərbəçi. Hamımızı lentə çəkib göstərəcəklər. Bütün respublika bize bakacak. Poynunun adını oyak sakla. Ha başına dönüm. Hakkı bu yazık hayvanların təqsiri nedir? Hele gün gün orta olmuyor. Az sus bu hayvanları bir daha ara kovu. Suşi, yine de başladın. Akşi, mən yine söz güləşdirmədən. İspalkomun şöbə müdürü Yoldaş Atayev özü de gəlib. Bir de ki bu fermanın müdürü sen, ya ben. Слушай, понял? Baş üstə. Идите работайте. Идите. Ağa deyir sür derya, sür derya. Zeçer dersin o. Yoldaş müdür, uşaqlar bağçada süt gözləyirək, yola sal gedim də. Çık. Нормально. Можно? Hazırsan? Bəli, bəli. Можно. Слушай, идите. Dur!
Stop! Bu inek hardan gəlib çıxdı? Слушай, уберите корову, тоже мне. Qoy hamı çəkilsin kənara. Kadir da Nəbi dayı ilə onun sağdığı inek qalsın. Devam elə. İnekleri kadırdan kovun, çıkardın inekleri oradan. Tez olun. Bayan Dur Əmi. Слушай, не видите коровы? Уберите. Немедленно уберите. Nəbi dayı gülüş. Gülmeyi unutmayın, devam edin, gülün. Yaxşıdır. Laf yaxşı. Əla. Stop! Olmadı, stop! Kadra niye sokulursan Əmi? Geç oradan. Tez ol. Bayandır. Can, Qonaqlardan soruşmuşsan ne yiyəcəklər? bəs necə? Birinci dəfə deyil ki yoldaş atayım. Yani biz konak kabul edebilmirik. Nədir Əmi? Bəli. O vedrədəki südü götür. Yavaş boşalt bidona. Özü də südü tökəndə kameraya baxma ha. Baş. Elə bil ki gündəlik işinlə məşğulsan. Hazır olun. Diqqət. Motor. Ay yoldaş atayı. Siz özünüz hükümet. Bu hayvanların qeydinə siz də qalmayanda bəs kim qalacaq? Bax onların təqsiri nədir ki ora bura qovub acından qırırsınız. Sonra da deyirsiniz ki inəklər süd vermir. Elimdeki, sluşi yakın gel. Ay. Aksakal, bu yoldaşları bizim taze tövleler süs sağımı maraklandırır. Burada işe per katma. Malgara bir iki saat az kalsa dünya dağılmaz ki. Sluşi, benim dilime seherden bir kişi çöreği değmeyip, ölmemişim ki. Sluşi, iditi robot idi. İditi. Тоже мне. Çoxları elə bilir ki, sağıcılıq qadın peşəsidir. Xeyr, əsla belə deyil. Belə düşünənlər yanılırlar. Mən lap uşaqlıqdan sağıcılıqla məşğulam. Yaxşı sağıcı olmaq üçün heyvanı sevəsən gərək. Mən heyvanları çox sevirəm. 17 inəyə qulluq eləyirəm. Hər inəkdən ildə 4500 litr süt sağıram. Hal-hazırda gələn ilin hesabına çalışıram. Fermamız qabaqçılar sırasındadır. Buna görə yoldaş Atayevə minnətdaram. Bravo. He. Dayanın, məni də çəkin. Fermanı çəkdiniz, Nəbi dayını danışdırdınız. Çox sağ olun. İndi isə mənim də sözüm var. Bu kimdir? Spermanın felişeri. Qaçsın. Değiştirməli. Qaçsın. Qaçsın. Çəkmək lazımdırsa çəkək. Qoy həqiqəti desin. Zəhmət olmasa. Hı? Diqqət. Hazır olun. Özünüzü təqdim edin. Baş üstə. Mənim adım Qasımdır. Naxırçı Ələmdarın oğluyam. Qoy məndən heç kəs inciməsin. Düzünü deyəcəyəm. Elədir. Nəbi dayı zərbəçidir. Ordenləri var. Şəkli qəzetlərdə çıxır. Amma ordeni olan adam gərək yalan danışmasın. Nəbi dayı yaxşı iş görmədi. Dedi oxu. Mən də oxudum. Bəs sonra bəlkə düz demirəm. Danışın, deyin yoldaşlar. Əsas mətləbə keçin. Başdır, rejissor müəllim. Nəbi dayı razılıq verməli idi ki, mən onun qızı Solmazla evlənim.
İndi isə vədinə əməl edib, sözünün sahibi olmaq istəmir. Məsələ qəhrəman olmaqda deyil, zərbəçi olmaqda deyil, məsələ kişi olmaqdadır. Axayıbdır yoldaşlar. Yalancı adamdan da qəhrəman olar. Sözü düz olmayanın əməli də düz olmaz. Bu həqiqətə görə Nəbi də inciməsin məndən. Qoy bunu bütün respublika bilsin. Maraqlı müsahibə üçün, həqiqəti danışdığınız üçün sizə televiziya tamaşaçıları adından təşəkkür və minnətlar. Hörmətli televiziya tamaşaçıları, bununla da verilişimiz sona çatır. Ümid eləyirik ki, tezliklə bu ixtilaf müsbət həll olunacaq və Qasımgilin evindən durna balaban səsi eşidiləcək. Diqqətinizə görə sağ olun.